Herkese salam, mən Mehman. Uzun müddətdir ki, YouTube'da yox idim. Bilirəm, bunu da açıqlama videosu olaraq çəkirəm. Niyə yox idim? Açıqcası olmamamın nədəni biraz daha həyatıma odaqlanmam idi. Və biraz daha zorlaşmaqdır işim. Çünki hazırlıqlarım var, məktəb də açıldı. Yəni, halı ilə video çəkməyə və paylaşmağa, içərik tapmaya, onun üçün hazırlaşmaya vaxtım qat azaldı. O səbəbdən mənim də içəriklərim azaldı. Amma aslında belə yaxınlaşmamın da bir nədəni var. Nəysə. Qısacası gələcək videonun da spoilerını verdim. Gələcək deyərkən möhtəmənin 7-ci gününün. Qısacası ağlımda bir içərik var, onu çəkmək istəyirəm. Və sadəcə bu da deyil. Daha deyirsiniz ki, mən maşında qalma serisi kimi bir şey elədim. Maşında vaxt keçirmək, maşında 3 saat qalmaq, maşında yeməyə çatmayana qədər qalmaq. O serinin davamını gətirməyi düşünürəm, amma söz vermirəm. Və sadəcə bu da deyil. Ağımda bir-iki dənə də içərik var, lakin onları gətirməm daha çətin olacaq. Bəzi hasan içəriklər var, onları çəkmək özüm istəmirəm açıqcası. Ya da ən azından çətinləşdirib çəkmək istəyirəm. Çünki hasan da hər kəs edər, çətinlik isə ancaq bacara biləcək olan edər. Məsələn, tepki çəkmək istəyirəm, amma çox elə bu kanala yaraşacağını düşünmürəm. Hani, haqqını yeməyim, çox yaxşı tepki kanalları var, amma mən onların dərəcəsində tepki çəkəməyəcəyəm. Zaten mənim çəkdiyim tepki onlar qədər tutmayacaq da. Bu səbəbdən ən azından öz fərdim olsun, deyilmi? Hər kəs kimi çəkərsənsə, hər kəs kimi olarsan. Amma fərdi çəkərsənsə, o zaman özgün olarsan. Mən də bu fikirlərə qatılıram və bu fikir üçün çalışacağım. Və o videoda muhtemelen işlədəcəyim musiqidən telif gələcək. Bu biraz sıxıntı yarada bilər. Normalda AI ilə düzəltdiyim musiqiləri işlədirəm deyə artıq telif gəlməyəcək, amma indi yenə gəlmə ehtimalı var. Və açıqca deməm gəlirsə, bir digər tərəfdən də kanalda böyük bir dəyişiklik ola bilər. Qısacası biraz daha əyləncə içəriklərinə yoğunlaşmaq istəyirəm. Eskiden Minecraft kanalı, daha doğrusu Minecraft içəriklərinə daha yoğunlaşmışdım. Amma indi o algoritma tamamilə zəifləyib. Algoritmanı test etmək üçün Minecraft videosu atanda ən son statistiklərdən gördüm ki, normal izlənməmin qat altında. Normalda 500 ya da 100 ən azından keçirdi Minecraft videoları genəlliklə. Amma o 100-ə yaxın, daha doğrusu 100-ün yarısını ancaq keçmiş olar. O səbəbdən möhtəmələn oyun içəriklərini azaldacağım. Yenə də ata bilərəm fərdilik olsun deyə. Nostalji dönüş olacaqmı? 6-cı gün olduğu üçün işlərim biraz çətinləşəcək. 1-2 gün xaricində bütün günlərim doludur çünki. Amma yenə də çalışacağım ki, nostaljiyi geri qaytarmaya davam edim və sıradakı nostalji geri dönüşü üçün hazırlaşıram, amma onu çəkəməyə bilərəm çünki o ağımdakı içərik biraz telefonun yaddaşına biraz ziyan verir. Nəysə, bu qədər açıqlama edə bilərəm. Yaxında bərabər görüşmək amacı ilə, daha doğrusu yaxında görüşərik. Bir də ki də içəriklərimi azaltmamın sayısılarından birisi də artıq 1000 abunəyə yaraşar içərik çəkmək istəyirəm. Qısacası hər gün içərik atmaqdansa bir gün amma keyfiyyətli içərik yayılmaq istəyirəm. Mümkün qədər bunu bacarmaq üçün çalışacağım. Hər nəysə özünüzə yaxşı baxın, görüşərik.